Herkese salamlar. Bugünkü bölümdə Qarabağ komandası ilə artıq oynayırıq və bugünkü bölümdə qalib gəldiyin komandadan bir oyuncu alt seriyasının bu dəfə Qarabağ versiyasını çəkirik. Amma Qarabağla bunu təbii ki də liqada etməyəcəyik. Çünki liqadakı klublar Qarabağın səviyyəsindən aşağı olduğu üçün orada bizdən yuxarı oyuncular yoxdular. Biz də təbii ki də bu Çempionlar Liqası və Avropa Liqasında qarşılaşdığımız komandalara qarşı olan oyunlarda əgər qalib gəlsək, rəqiblərin oyuncularını alacağıq, məğlub olsaq isə öz oyuncumuzu onlara veririk. Onlar veririk deyərkən öz oyuncumuzu satırıq. Öz oyuncumuzun birini. Hazırda Qarabağ komandasının heyəti budur və bu heyətlə bərabər maçımıza start verəcəyik. Videoya başlamamışdan əvvəl isə kanala abunə olub videoya da like atmağı unutmayın deyirik və videoya gəlin keçək. İlk rəqibimiz gördüyünüz kimi Petrokap komandası ilə qarşılaşırıq. Petrokap'ın heyətinə baxsaq, burada bizdən yaxşı bir oyuncular yoxdur. Ona görə bu oyun bizim üçün sadəcə bir normal bir oyun xarakterini daşıyır. Ümidək ki, məğlub olmayaq. Petrokap səttini keçməyə müvəffəq oldu. 1-0 hesabla qələbə qazanmış olduq. İndi isə keçəcəyik ikinci oyuna, cavab oyununa keçirik. Cavab oyunda bu komanda ilə bu dəfə evdə qarşılaşdıq. Leandro Andro fərqləndi və Qarabağ komandası Petrokap səttini 1-0 hesabla keçir. UEFA Çempionlar Liqasında Zubir qırmızı vərəq alır. Matteo Silva növbəti iştirak etməyəcəkdi. Zubir'in qırmızı vərəq almasının ardından orijinal üçün ki Andrade'nin sanki oraya uyğun olaraq gördüm, oraya qoydum. Və növbəti turda isə biz ikinci təsnifat turunda Vikingurla qarşılaşacağıq. Vikingur heyətində bizdən yaxşı oyuncu varmı? Bir dənə bunların sanki CB-ləri var. Oliver Ekrot. Sanki onu almaq olar. Oliver Ekrot'u almaq olar. 72 overall, yəni bizim müdafiəçimizin daha yaxşıdır. 71 overall. Onu almaq olar. Ona görə Oliver Ekrot'u transfer edəcək bu maçda qalib gəlsə. Görə qalib gəldiririk, yoxsa yox. Vikingur səfəri məğlubiyyətlə üzləşəcək. Və məğlubiyyət üzləşdik. İlk oyun 2-1 hesabı məğlubiyyətlə üzləşirik. Rəqib özü bizdən zəif heyətlər var idi. Biz də məcbur bir oyuncu ilə yollara ayırmalıyıq. Bu oyuncusu kim olacaq? Heyətə baxdığımız zaman Legend oyuncusu siyasında məncə elə birinci sırada Musa Qurbanlı var. Musa ilə yollara ayırdım. 957 kaya futbolçusu satıldı. Cavab oyununa qarşılaşdı bu rəqiblə. Cavab oyuna çıxmışdan əvvəl futbolçularımız tam olaraq oyun üçün hazırdılar. Zubir falan heyəti gəldilər və cavab oyuna milləsədək. Cavab oyunda qələbə qazansaydı bu futbolçunu alardıq. İkimiz olan futbolçusu Oliver Ekrot'dadır. Oliver Ekrot. Bu futbolçunu alacağım əgər qalib gəlməyə müvəffəq olsaq. Cavab oyunu Yasin Benzes hesab açır. Ardından Junior Matteo Silva fərqləndilər və 4-0'lı bir qələbə qazanmış olduq. Vikingur futbolçusu kim idi burada olan futbolçu? Oliver Ekrot deyə futbolçular var. Onu alacağım. Marko Veşov isə zədləndi. Bu oyunda iştirak etməyəcək. Oliver Ekrot 1,7 milyon qiyməti var. Bu futbolçu üçün təxmini 2,7 milyon pul təklif etdik və futbolçunun komandamıza transfer etdik. Oliver Ekrot klubumuzun yeni üzvü olacaq. Növbəti oyun ərzində Bəhlu Mustafazadənin yerində iştirak edəcək bu futbolçu da məncə yaxşı olar onun yerində iştirak etməyi. Və Çempionlar Liqası növbəti oyunda qeyd edək ki Sergio ilə qarşılaşırıq. Sergio'nun heyətində bunların qəşəng oyuncuları var. RB'də oynayan, yəni sağ cənt oynayan oyuncular var ki 76'lıq Zan Karnic var. Əgər işte qalib gəlsə bu futbolçusunu kluba alacağım böyük ihtimalla. Görə qələbə qazana biləcək, yoxsa inşallah qələbə qazanır. İlk oyun səfərdə oynayırıq. Junior Tabaçır, ardından Abdullah Zubir və 2-0'la vacib bir qələbə qazandı və bu qələbə sayəsində Sergio futbolçusunu transfer edə biləcək artıq. Adı Zandır, Zan Karnic deyə bir futbolçudur. Gəlin onu kluba transfer edək. Bəli, Zan Karnic artıq klubumuzun heyətinə gördüyünüz kimi transfer edildi. Çox vacib bir futbolçudur bizim üçün bu futbolçu. Zan Karnic 76 futbolçudur. Veşoviçin yerində iştirak arasında yer almış olacaq. Və Sergio ilə artıq cavab oyunda oynayırıq. Belki baxa bir dənə komandadan maksimum bir dənə biz oyuncu alaq. Çünki ikinci oyuncu ehtiyacı yoxdur məncə fikirləşirəm. Və Sergio 0-0 bərabər qaldı. Çempionlar Liqasının play-off turnuvamızı yazmış olduq. Və biz Sparta Praga ilə qarşılaşırıq. Sparta Praga komandasına qarşı oyunda qeyd edək ki bizim heyətimiz hazırda budur. Yeni aldığımız transferlərdən falan sonra bir heyət hazırda optimal olaraq heyət bizdə formalaşıb.
İndi isə Sparta Praga komandasının niyyətində bizdən ala biləcəyimiz bir çox oyuncu var. Bu futbolçular siyasətində müdafiə xəttindəki Filip Panat var. Onu almaq olar. Martin Vitek var. Onu da almaq olar. Aslında yəni çox oyuncular var. Hətta burada Leve oynayan bir Manejovic almaq olar. Amma bizim bütün diqqətimiz hələ ki müdafiəyə yönümlü. İnşallah qələbə qazanmaq ümidi ilə çıxacağıq bu qarşımaya. Normal edək bunu. İlk oyun harda oynayırıq? İlk oyun səhv evdə oynayırıq. İnşallah qələbə qazanaq futbolçular Sparta Praga komandasından. Amma bu təəssüf baş verməyəcək çünki 3-0 oldu ilk oyunda və 3-0 məğlubiyyətdən sonra artıq məcbur ki bir oyuncuyla yollarımızı ayıraq. Bu oyuncu kim olacaq? Sparta Praga ilə uduzduğumuz üçün məcburən bu hadisə bizə baş verəcək. Görək kimlə yollarımızı ayırmaq olar bu dəqiqə. Yəni bu daha çox məğlubiyyət alsa artıq işimiz daha da çətinləşə bilər. Nəriman Axundova sanki ayrılmaq üçün ideal görsün. Abbas Hüseynov var. Abbas Hüseynova yollamızı ayıraq çünki RB-dən sayımızda çoxdur. Abbası satdıq və növbəti oyuna çıxacağıq. Və Sparta Praga qarşı cavab oyunu çox çətin oldu bizim üçün. Yəni qələbə qazanmaq istəyirik. Hədəfimiz klubdan bir oyuncu almaqdır. Amma görə bu başlayacaq yoxsa yox. Qarabağ Sabahçı ha. Udaq bu oyunu. Qəşəng utduq bu oyunu. Artıq Sparta Praga'dan bir oyuncu alma haqqına sahib olduq. Gəlin görək kim almalı Sparta Praga'dan. 77 futbolçular var bunların. Bir Manjevic var. Onu almalı əslində. Lukas Harasin də var. Onu almalı. Görürsən hücuma meyilli alaq yoxsa müdafiə meyilli alaq. Məncə müdafiə xəttini gücləndirmək lazımdır. Filip Panakam var. Sanki elə gəlir mənə. Yan müdafiədə aslında boşluqlarımız var. Yan müdafiə xəttində bizim bir çox boşluğumuz var. Hücuma meyilli alım yoxsa yan müdafiə alım. Orada aslında qalmışam ikiləmdə. Müdafiədə bərabər falan var. Məncə hücuma meyilli bir şey. Çünki bizim revimiz biraz zəifdir. Lukas Harasin kluba alacam. Gedək Lukas alaq kluba. Sparta Praga yerində kimdir bə? Lukas. Bunu gedib kluba transfer edəcəyik. Bəli, Lukas Harasin 12 milyon qiyməti var. Gələn bunu kluba transfer edək. Və Lukas Harasin klubumuzun heyətinə transfer edildi. Artıq klubumuz qeyd etdim ki, Avropa Liqasında iştirak edəcək. Çünki Çempionlar düzdür, Sparta Praga cavab oyunda utsa belə klubumuz Avropa Liqasında iştirak edəcək. Lukas Harasin 77 uğurlu aslında. Burada o 77 ola bilir. Digər cinaha Andrade'də iştirak edə bilər. Andrade'ni qoyaq, eybi yox. Qəşəng yerimiz oldu aslında. Harasinlə bərabər hücum xəttimiz biraz düzəldi. Sadəcə biraz yan müdafiə xəttində bir də müdafiəyə biraz düzəlişlər edə bilsək çox süper bir heyət hazırda formlaşa bilər. Təbii ki, Avropa Liqasındakı növbəti rəqibimizi gözləyəcək. Gəlin keçək növbəti oyuna. Və Avropa Liqasında hazırda rəqiblərimiz bəlli olur. Slovan Steaua komandası, Beşiktaş, Olimpik Lyon, Twente, Union Saint-Gilloise, Salzburg və Roma komandaları ilə Qarabağ komandası qarşılaşacaq. Bu maçlarda təbii ki, qələbələr sayəsində klubumuzun heyətini əla şəkildə məncə gücləndirmək olar. Və heyətimiz hazırda budur, qeyd etdim ki, oyuna çıxmamışdan əvvəl əla bir heyətimiz var, optimal heyətimiz var. Utduğumuz komandalardan sonra belə bir heyət hazırda qurmuşuq. Və indi Slovan komandası ilə qarşılaşırıq. Bu komandaya qarşımadan öncə heyətlərinə baxsaq, heyətlərində babat oyuncuları var. Hətta bizim yandafiə ala biləcəyimiz futbolçular da var burada. Hətta müdafiə xətti üçün Kenan Bajic var. Amma mən müdafiə xəttini, yan müdafiənin gücüm yox. Məncə burada bizə müdafiəçi lazımdır. Ona görə Kenan Bajici kluba qatmaq olaya Slovan üzərində qələbə qazanmağa müvəffəq olsa. Gəlin bu oyunu simülyasiya edək ki, iki oyunu evdə oynayırıq. Evdəki oyunda görək Abdullah Zubir, Juninho, Bedavi Sinov və Leandro Andrade fərqləndilər. 4-2 hesabı ilə Slovan komandasına qalib gəldi və Slovan heyətində müdafiə xəttini gücləndirmək məqsədi ilə Kenan Bajic kluba transfer ediləcək. Gəlin onun kluba transfer edək. Və Kenan Bajic klubumuzun heyətinə transfer edildi və onu da artıq atacağıq müdafiə xəttinə. O müdafiəmizi biraz da güclənmiş olduq. Gəlin keçək növbəti oyuna. Və Avropa Liqasının növbəti turunda biz Steaua komandası ilə qarşılaşırıq. Steaua komandasının heyətinə bir dənə baxaq. Bunların heyətində çox əla bir bunların yan müdafiəçisi var. Adı da kimdir? Darius Holarudur.
Bu futbolçunun klubun heyətinə qatmaq istəyirik, amma əvvəlcə təbii ki də qalib gəlmək şərtdir. Bu komandayla qeyd etdim ki, biz səfərdə qarşılaşırıq və səfərdəki oyunu simülyasiya etdim. Lucas Sabachero Juninho, haydi maç udaq. Qəşəng, zor qələbə qazandı və bu qələbə sayəsində rəqibdən futbolçu transferi edəcəyik artıq. Bu futbolçu kim olacaq? Təbii ki də Darius olacaq. 77 overla sahib olan Darius klubumuz heyətinə transfer ediləcək. Yəni bu futbolçunu kluba transfer edək. Görək Darius Olario klubumuz heyətinə qatıldı və Qarabağ komandası güclənməyə davam edir. Rəqiblərimizi utduqca heyətimiz biraz daha güclənmiş olur. Darius Olario da artıq yan müdafiə xəttində öz yerini almış olacaq. Çox əla bir heyət hazırda qurmuşuq və növbəti oyundan sonra klubumuz daha da güclənmiş artıq olacaq. Gəlin keçək növbəti oyuna. Avropa Liqasının 3-cü turunda rəqibimiz Beşiktaş komandası ilə qarşılaşacağıq. Beşiktaşla oyuna çıxmaq üçün və Beşiktaşın heyətində kimlər var, kimlər yox, yəni onlara diqqət yetirək. Beşiktaşın ala biləcəyimiz oyunçu Ciro Immobile var, şübhəsiz ki, Rafa Silva da almaq olar. Böyük ihtimalle bu iki sporcudan birini transfer edəcəyik. Ya aldığımız oyuncu Rafa Silva olacaq, ya da ki Ciro Immobile olacaq. Əvvəlcə maçı simülyasiya etək, görək qələbə qazanmaq mümkün olacaq, yoxsa yox. Beşiktaş səfərinə yollandı və bu səfərdə Lucas Harasin 1-0 qələbə qazandı və Qarabağ Beşiktaş'da olur və Beşiktaş'ın heyətindən ala biləcəyimiz futbolçu Rafa Silva da var, Ciro Immobile də var. Kim alım deyə fikirləşərkən Rafa'nın 34 yaşı var. Əslində ikisi də qoca oyuncular. Rafa Silva yoxsa Ciro Immobile ortaya baxarsaq, məncə Rafa Silva'nı alaq heyətə hər ehtimala qarşı. Rafa Silva ilə biz yolumuza davam edək. Rafa'nı kluba transfer edəcəyik böyük ehtimalla. Rafa Silva Beşiktaş'tan 21 milyon avro qarşılığında transfer istəyirlər. 31 milyon avro verdik və Beşiktaş klubundan Rafa Silva'nı Qarabağın heyətinə qatmış olduq. Görə maraqlı bir oyun oldu. Həqiqətən çox əla bir hərəkət bizim üçün oyun gedir. Çünki futbolçular transferlərini addım-addım reallaşdırır. Rafa Silva əslində hücumçu olaraq iştirak edə bilir. Onu bəzən hücum xəttində istifadə edə bilərik. Keçəcək növbəti oyuna və növbəti rəqibimiz Lyon komandasıdır. Lyon komandası gördüyünüz kimi bizdən çox üstün bir komandadır. Bu komandaya qarşı biz heç asan oyun gözləmirik şübhəsiz ki. Bu komandada biləcəyimiz futbolçular siyasında şübhəsiz ki müdafiə xətti və yarım müdafiədən alacağımız bunların bir çox oyuncuları var. Əslində Alexander Lacazette var, onu almaq olar 83 hücumçudur, amma mən hücumçudan Safa'yı ya Demir çıxış edən Maxeni Şangoyet və yaxud da müdafiədə çıxış edən Moussa Nikatini kluba transfer etmə ehtimalı var. Gəlin ilk oyunumuzu simülyasiya edək, görək bu maçda evdə oynayırıq. Evdə öndə qələbə qazanmaq mümkün olacaq, yoxsa yox. Bu klubumuzun hazırda son halda qələbələrdən sonra kluba gələn oyunculardır və Olimpik Lyon'la olan qarşıma simülyasiya etdim. Maç sürətli tempdə keçdi, amma təəssüf Olympiakosa Olimpik Lyon komandasına 1-0 qalib durub. Bu məğlubiyyət bizim işimizi çətinləşdirir, çünki bir klubun oyuncusunu satmaya yığardıq. Bu bizim qeyd ki ilk məğlubiyyətimizdir Avropa Liqasında. Gəlin bir öncə yolumuza ayıraq. Kimlə yolumuza ayıracağıq? Belə komandaya baxdığım zaman mən Nəriman Axundzadə satma qərarına gəldim. 20 yaş var, 1,4 milyon qiyməti olan Nəriman Axundzadə ilə yollara ayırmış oldum an etibarilə. Avropa Liqasının növbəti turunda Twente komandası ilə qarşılaşırıq. Twente'nin heyətindən ala biləcəyimiz burada Laros Umsteral deyə bir qapıcı var. Onu almaq olar əslində və yaxud da müdafiə xəttinə Mays Hilgers transfer etmək olar əslində. Bu futbolçu almamız şərt bir anladı. Müddətki maçda qələbə qazanmış olar və bu komandadan bir oyuncu özümüzə alaq. Çünki bu komanda heyətində bizə lazım olan çox oyuncu var. 3 qələbə qazandıq. Əla, super. 3 qələbə qazandıq. Marko Yankovic bizə qələbə qolunun müəllifi olur. Gəlin görə Twente heyətindən kim almaq olar. Belə baxıram ki, bu komandadan müdafiəçi almağa dəyər. Adı Mays Hilgers'dir. Əslində yaxşı bir komponentlərə sahib oyuncudur və almağa dəyər deyə fikirləşirəm Mays Hilgers'i. 77 overalla malik bir futbolçudur. Bu futbolçu Mays
Hilgers, adı Messi, adını yaza bura. Bir dənə müdafiəçi var. Klubumuz adı qeyddəki hazırda 3-cüdür. Hilgers hazırda 23 yaşı var. Müdafiəçidir, futbolçu 20 milyon avro ödədik və Messi Hilgers Twente klubundan klubumuz heyətindən qatılmış oldu. Messi Hilgers deyə bir futbolçudur. Onun da müdafiə xəttində iştirakına yer alacaq, artıq da bizə kömək edəcək müdafiə xəttində. Və keçək indi biz digər oyunumuza. Növbəti oyunda isə rəqibimiz Union Saint-Gilloise komandasıdır. Görək qələbə qazanmaq mümkün olacaq, yoxsa yox. Növbəti rəqibimiz Union Saint-Gilloise komandasıdır ki, Rafa Silva başlayır. Daha sonra maç bitirdi və bu komanda heyətinə heç bir oyuncu transfer edə bitməyimiz mümkün olmur. Və hazırda 3-cü 13 xalımızı 6 turdan sonra hələ 2 turda rəqibimiz qalıb. Bunların bir də Salzburg kollektividir. Və növbəti turda rəqibimiz Salzburg komandası ilə qarşılaşacağıq. Salzburg'un heyətində transfer edə biləcəyimiz kimlər var? Bu komandaya baxdığımız zaman burada mən ABC'nin LB var. Yəni solcu müdafiəçisi olaraq Tural'ın yerinə Amar Dedici transfer etmək olar. 75 overla malik təbii ki, bunun üçün əvvəl qələbə qazanmaq şərtdir. Gəlin Qarabağ Salzburg oyununu simülyasiya edək. Maç başladı. Başlayan kimi Salzburg 3 gol atır və təəssüf Qarabağ Salzburg 3 vurur. Bu məğlubiyyət bizi biraz mərc edir. Bu məğlubiyyət və klubumuz 9-cu pilləyə düşür 13 xalla bərabər. Və bir oyuncunu bir artıq satmaq məcburiyyətindəyik. Təbii ki, yollarımızı ayıracağıq. Heyətə baxdığımız zaman yollarımızı ayıracağımız futbolçu məncə bizim üçün biraz az-çox bəlli olur. Bu heyətdən yolumuzu ayıracağımız futbolçu Richard Almeida ilə açıq yollara ayrılmaq istərdim, amma o da ki, artıq qaydasını bitirib. Ona görə mən məcburən bu heyətdən Kevin Medina ilə yollara ayıracağım. Kevin Medina'ya bay bay dedik. Məğlubiyyət sonrasında onunla artıq yollarımızı ayırdıq. İndi isə keçirik Liga mərhələsinin sonuncu oyununa. Liga turunun sonuncu oyunda Roma ilə qarşılaşırıq. Roma oyuna çıxmışdan əvvəl heyətimiz hazırda budur. Son heyətimiz hazırda budur. Amma onu qeyd edək ki, Roma'nın heyəti bizdən çox güclüdür. Uçaq ala biləcəyimiz bir çox burada futbolçu var. Maçı simülyasiya etdik. Roma Qarabağ oyunun Rafa Silva açmışdı. 10 nəfər qaldığımız maçda təəssüf ki, Roma'ya 0-3 keçə bilər. Bu da klubdan bir oyuncunu satmaq məcburiyyətində olduğumuz mənasına gəlir. Qarabağ Liga mərhələsini 13-cü olaraq bitirmiş olur. 13 xalla növbəti turdan yenidən davam edəcəyik. Amma əvvəlcə bir oyuncunu satmalıyıq. Bu oyuncu kim olacaq? Aleksey İsayev olacaq. Müdafiə xəttindəki Aleksey İsayev ilə yollara ayırdıq. Onun uzatdığı 2,2 milyon avro qiymətinə. Və klubun hazırki son halını sizə göstərim. Klubumuzun son halı da budur. Hayır ki, videonu burada bitiririk. Videonun adı gələcək. Kanala abunə olub like atmağı da unutmayın. Xəyirli sizlə sağollaşırıq. Part 2 gələcək.